Selam uşaqlar. Bugün dərsliyimizin növbəti səhifələrini işləyəcəyik. 51, 55, 56 və əyləncə səhifəsini. İlk öncə gəlin Azərbaycan dilindən başlayaq. Azərbaycan dilindən bugün bir səhifədir və oxu mətnidir. Oxuyub anlama. Qızıl yumurtalar mətnimizin adı. Bir zamanlar bir toyuq vardı. Bu toyuq digər toyuqlardan fərqlənirdi. Çünki yumurtaları qızıldan idi. Toyuğun sahibi hər gün bu qızıl yumurtaları yığıb bazarda sataraq pul qazanırdı. Fermer günü-gündən varlanmağa başladı. Qazandığı pullarla xoşbəxt olduğunu görüb daha çoxunu istəyən fermer öz-özünə düşündü. Mən varlı olmaq üçün bu toyuğun hər gün yumurtlamağını gözləmək məcburiyyətində deyiləm. Əgər toyuğu kəssəm, bütün qızılları da elə həmin an yığaram və çox varlı olaram. Varlı olmaq acgözlüyü ilə yazıq toyuğu kəsən fermer, toyuğun içindən heç bir şey çıxmayacağını başa düşür. Amma artıq iş işdən keçmiş olur. Bu acgözlüyü və tamahkarlığına görə əlindəki qızıl yumurtlayan toyuqdan da olur. Deməli, çoxu istəməməliyik. Çoxu istəyən azdan da olar uşaqlar. Belə bir atalar misalı var. Çoxu istəyən azdan da olar. İndi gəlin mətnə aid suallara cavab verək. Nağıldakı toyuq necə yumurta yumurtlayırdı? Qızıl yumurta. Sahibi toyuğun yumurtasını neynirdi? Nə edirdi? Qonşulara verirdi, bazarda satırdı, bişirib yeyirdi, yığıb saxlayırdı. B bəndi bazarda satırdı. Üçüncü sual. Hansı ifadə fermerə uyğun gəlir? Xeyirxahdır, gözü toxdur, tamahkardır, əli açıqdır. Buradakı fermer tamahkar idi uşaqlar, yəni acgöz idi. Əlindəki ilə kifayətlənmir, daha çoxunu istəyir. Daha çoxunu istəyən adama ya acgöz deyirlər, ya da tamahkar. Fermer toyuğu nə üçün kəsdi? Bişirib yemək üçün, toyuq xəstələndiyi üçün, daha tez varlanmaq üçün, toyuq yumurtlamadığı üçün. Daha tez varlanmaq üçün kəsmişdi. Tam tərsinə daha da kasıbladı. Mətndə hansı suala cavab yoxdur? Toyuq digər toyuqlardan nə ilə fərqlənirdi? Bu suala cavab var. Digərləri adi yumurta yumurtlayırdı, bu qızıl yumurta yumurtlayırdı. Fermer varlı olmaq üçün nə etdi? Toyuğu kəsdi. Bu suala cavab var. Fermer toyuğun yumurtalarından nə qədər pul qazanırdı? Buna cavab yoxdur. Fermer qazandığı pullarla özünü necə hiss edirdi? Özünü xoşbəxt hiss edirdi və deyirdi ki, bu iş bu qədər. Yəni mən varlandım, mən artıq çox xoşbəxtəm, mən varlıyam. Bu cür hiss edirdi özünü. İndi hansı suala cavab yoxdur? C bəndindəki suala cavab yoxdur. Riyaziyyat dərsi ilə davam edək. Boş xanaya uyğun olan ədədi tap. Deməli, burada uşaqlar bərabərlik var. Bərabərlik varsa biz həmin dəqiqə nə çəkirdik? Bax, bu yarım dairəni çəkirdik. Və bilirik ki, sol tərəf sağ tərəfə bərabərdir. Sol tərəfi tapa bilmirik cəmin, çünki məhçul var. Amma sağ tərəfin cəmini tapa bilirik. 50-nin üstünə 50 neçə eləyir? 100. Əgər bu 100-dürsə, deməli bu biri tərəfdə olur 100. İndi nə anlar? 35 üstə gəl dama bərabərdir 100. Toplanan cəm. Məhçul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. 0-dan 5 çıxmaq olmur. Burada elə 10'dur, birbaşa 10'dan pay götürək, qalır 9. 0 da olur 10. 10'dan 5 çıxırıq, 5. 9'dan da 3 çıxırıq, 6. Neçə elədir? 65. Deməli, damağın yerində olmalıdır 65. İkinci sual. Ləmanın 5 ədəd 10 qəpikliyi var. 5 dənə 10 qəpik. Nə qədər eləyir uşaqlar? 50 qəpik. Düzdür? 2 ədəd 50 qəpikliyi var. 2 ədəd 50 qəpik nə qədər eləyir uşaqlar? 100 qəpik. 3 dənə də 1 manatlığı var. 3 dənə 1 manat nə eləyir uşaqlar? 3 manat.
Ləman pullarını cəmləsə nə qədər pulu olar? Deməli biz bunların hamısını cəmləməliyik. 100 qəpik nə qədər eləyir? 1 manat eləyir. Düzdür? 100 qəpik bərabərdir 1 manata. İndi 3 manat o da 1 manat. Elədir 4 manat. 50 qəpik də buradadır. Cavab 4 manat 50 qəpiyi var. Nihat 45 fındığı 5 dostu arasında bərabər böldü. Hərəsinə neçə fındıq düşdü? Uşaqlar bax. Cümlədə nə deyir? Böldü. Yəni 45 dənə fındığı 5 dənə yerə bölüşdürdü. Onda nə etməliyik? 45-i bölürük 5-ə. Eləyir neçə? 9. Deməli hər uşağa 9 fındıq çatdı. Amma elə məsələlər olur ki, orada özünü də daxil edir. Özü ilə birlikdə 5 dostu desəydi 6-ya bölmək istəyərdi. Özünü istəmir ki, ancaq dostlarını istəyir. Ona görə biz elə dostların sayına da böldük. 6 üzü, 8 təpəsi və 12 tili var. Bu hansı fiqur ola bilər? 6 üzü, 8 təpəsi və 12 olan fiqurlarımız hansıdır uşaqlar? Kuboiddir. Kub, daha doğrusu bu kubdur və kuboid. İki figurumuz var. Hansı ki 6 dənə üzü var, 8 dənə təpəsi var, 12 dənə tili var. İndi görək bunlardan hansının adı var bəndlərdə? Kubun. Deməli düzgün cavab A bəndi kub. Silindirin ümumiyyətlə təpəsi yoxdur. Kürənin də yoxdur təpəsi. Konusunda bir təpəsi var. Bunlar da 0-0'da. Yəni bunlar heç uyğun deyil. Hansı ifadənin nəticəsi cüt ədəd deyil? Deyil sözünə diqqət yetirək uşaqlar. Yəni cüt olmamalıdır. Cüt deyilsə deməli tək olacaq. 6 onluq 5 təklik 65. Çıx 2 onluq 3 təklik, yəni 23. 65-dən 23-ü çıxanda neçə qalır uşaqlar? 42. Cütdür. 7 onluq 4 təklik 74. 1 onluq 8 təklik 18. 74 üstünə 18 gəlirik. Neçə eləyir uşaqlar? 92. Bu da cütdür. 4 onluq 5 təklik 45. 3 onluq 5 təklik 35. 45 üstə gəl 35 bərabərdir 80. Bu da cütdür. Cüt ədədlərin sonu nə ilə bitir? 0, 2, 4, 6, 8. Deməli, cüt ədədlərin sonu bu rəqəmlərdən bitir. Və aldığımız 3 cavabın 3-ü də cütdür. Axırıncını yoxlayaq. 5 onluq 7 təklik eləyir 57. 1 onluq 2 təklik eləyir 12. İndi 57-nin üstünə 12 gələndə neçə eləyir? 69. Tək ədəddir. D variantını götürdük. 6-cı sual. 34-dən başlayaraq 3-3 irəli saysaq, ilk 2 ədədin cəmi ən böyük 2 rəqəmli cüt ədəddən neçə vahid kiçikdir? Şərt sizə biraz qəliz gələ bilər, amma bir-bir indi gəlin izah edək. Deməli, 34-dən başlayaraq, uşaqlar, başlayaraq deyirsə 34-ün özünü də sayırıq. 3-3 irəli saysaq, deməli, 34-dən başlayaq, 3-3 irəli sayaq. 34-ün üstünə 3, 37, 37-nin üstünə 3, 40, 40-ın üstünə 3, 43 və davamı da gedir. İndi uşaqlar, bizə burada demişdik ki, başlayaraq və mən dedim ki, başlayaraq deyirsə 34-ün özünü də götürürük. İlk 2 dənəsini istəyir. 34, 37. Bunların nəyini istəyir? Cəmini. 34 ilə 37-nin cəmini tapmalıyıq. Eləyir neçə? 4-ün üstünə 7, 11, 1 yadda, 3-ün üstünə 3, 6, 1 yadda eləyir 7. Cavab elədi 71. İndi deyir, bu 71. Ən böyük 2 rəqəmli cüt ədəddən, yəni 98-dən neçə vahid kiçikdir? Tapmaq üçün 98-dən 71-i çıxırıq. Neçə eləyir? 27. İndi baxaq görək, hansı variantlarda cavab 27-dir. 3 vur 7, 21 eləyir. 5 vur 6, 30 eləyir. 3 vur 3, 9 eləyir. 3'ü 9'a vuranda neçə eləyir? 27. Ona görə də C bəndini götürdük. Devam edək. 7-ci sual. 6 onluq 3 təklik. 6 onluq 3 təklik neçə eləyir?
63. İbarət ədəd ilə hansı ədədin cəmi? Hansı ədədin cəmi? Bilmirik. 100-ə bərabər olar. Toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. 0-dan 3 çıxa bilmirik. Ondan pay götürün. Burada 10 olduğu üçün birbaşa bir pay götürürük. Yəni başqa bir rəqəm olsa bir-bir gedərdik. 0-a da pay veririk 10. 10-dan 3, 7, 9-dan 6, 3. Cavab edir 37. 37 də bərabərdir 3 onluq, 7 təkliyə. 8-ci sual. 32 metr parçadan gödəkçələr və şalvarlar tikdilər. Gödəkçə üçün 20 metr parça işləndi. Şalvarların tikilməsinə nə qədər parça sərf olundu? Çox asan. Əlimizdə nə qədər parça var? 32 metr parça var. Bundan bir gödəkçə tikirəm, bir də şalvar. Və deyir ki, gödəkçəyə 20 metr getdi. Bu 32-nin 20 metr gödəkçəyə getdi. Deməli, yerdə qalanı da gedir şalvara. İndi yerdə qalanı tapmaq üçün neyəcəyik uşaqlar? 32-dən 20-ni çıxarıq. 2-dən 0, 2, 3-dən də 2, 1. Cavab eləyir 12. Boş xanaya hansı ədədi yazsaq, cavab doğru olar. Cavab olmalıdır 25. Deməli, 90-dan bu mötərizəni çıxmışam, elib 25. Azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmalısınız əvvəlcə. Yəni, 90-dan 25-i çıxırıq. Mötərizəni həmişə bir vahid kimi götürün. 0-dan 5 çıxmaq olmur. Pay götürürük, pay veririk. Deməli, 10-dan 5, 5, 8-dən 2, 6. Deməli, uşaqlar nə alınır? 35 üstə gəl dama bərabərdir 65-ə. Deməli, bu 65 oldu uşaqlar. 90-dan 65 çıxanda qalır 25. İndi 35-in üstündən neçə gələndə 65 eləyir tapmaq üçün 65-dən 35-i çıxırıq. 5-dən 5, 0, 6-dan 3, 3. Cavab eləyir 30. 9-da B bəndi. 10-cu sualımız. Kəndə 35 litr su var idi. Kənə tutumu 5 litr olan 2 qab su tökdülər. Əlavə etdilər. Bundan sonra tutumu 4 litr olan 3 qab su götürdülər. Deməli, mən kənə su tökürəmsə, kəndəki su artır, üstə gəldi. Yox, mən kəndən suyu götürürəmsə, kəndə su azalır. Bu da çıxmadı. Daha sonra qalan suyu 3 litrlik qablara tökdülər. Neçə litrlik? 3 litrlik qab lazım oldu. Gəlin, bura biraz böyüdək ki, yerimiz olsun. Deməli, uşaqlar, kəndə var idi 35 litr su. Kənə tutumu 5 litr olan 2 qab su töküblər. Yəni 2 dəfə 5. Neyinir? 10. 10 litr su əlavə etdilər. Əlavə ediblərsə, bu çoxalıb. 35-in üstünə 10 eləyir neçə? 45. Oldu 45. Sonra deyir, 4 litr olan 3 dənə qab götürdülər. Yəni 3 dənə 4 götürüblər. 3 dənə 4 neyinir? 12. Və götürüblərsə, oradakı su neyinir? Azalır. 45-dən 12-ni çıxırıq. O da eləyir neçə? 33. İndi deyir ki, ən sonda qalan bu 33 litri 3 litrlik qablara boşaltdılar. Yəni bölüşdürdülər 3 litrlik qablara. 33-ü bölürük 3-ə. 3-də 3. Bir dəfə, 3-də 3, bir dəfə. Neçə dənə qab lazım oldu uşaqlar? 11 dənə. O da var A bəndində. Məsələlərlə davam edək. Muradın atası 43. Anası 37 yaşındadır. İkisinin yaşlarının cəmi neçədir? Çox rahat, çox asan sual. Cəm deyəndə nə edirik? Toplayırıq. Deməli, 43 ilə 37-ni toplayacağıq. 43 üstə gəl 37. 3-ün üstünə 7, 10, 0 yazdıq. 1 yadda. 4-ün üstünə 3, 7, 1 də yadda 8. Cavab 80. Aldığınız cavabları da aşağıda qeyd edirsiniz. Testin 12 sualını həll etdim. Geriyə həll etmədiyim 18 sual qaldı. Test neçə sualdan ibarətdir? Deməli, 12-sini həll etmişəm, 18-i qalıb. Əvvəlkini tapmaq üçün neyəcəyik?
Həmin 12 ilə 18-i toplayırıq. 2-nin üstünə 8, 10, 0 yazdıq. 1 yadda. 1-in üstünə 1, 2, 1 də yadda 3. Deməli, əvvəl 30 sual var idi. Orxan 3 il sonra 15 yaşında olacaq. 3 il sonra. Bu Orxanın indiki yaşı. 3 il sonra olacaq 15. Orxan 2 il əvvəl neçə yaşında idi? 2 il əvvəl istəyir sizdən. 2 il əvvəl deyəndə də bunu çıxırıq, düzdür? Amma ilk öncə indiki yaşını tapmalıyıq. 3 il sonra 15 olacaqsa, indiki yaşı tapmaq üçün 15-dən 3-ü çıxırıq. Neçə qalır? 12. Deməli, indi 12 yaşı var. 3 il sonra olacaq 15. İndi 12 yaşı varsa, 2 il əvvəl neçə yaşı var idi soruşur. Əvvələ qaydanda çıxırıq. 12-dən 2 çıxırıq. 10. Deməli, 2 il əvvəl Orxanın 10 yaşı var idi. Xalidin çəkisi 47 kiloqramdır. Sənan Xaliddən 4 kiloqram ağırdır. Deməli, bu Xalid, bu Sənan. Xalidin çəkisi 47. Sənan ondan 4 kiloqram ağırdır. Ağır olanda çəkimiz çox olur da. Deməli, 47 üstə gəl 4 də Sənandır. O da eləyir neçə? 51. İndi deyir ki, ikisi cəmi neçə kiloqramdır? Yəni, Xalidlə Sənan ikisi cəmi neçə kiloqramdır? Onu tapırıq. 47 ilə 51-i toplayırıq. 7-nin üstünə 1, 8, 4-ün üstünə 5, 9. Deməli, ikisinin çəkisi 98 kiloqramdır. Hər gün əvvəlki gündən 2 manat çox xərcləyən Aynur birinci gün 10 manat xərcləyib. Aynur 2 gün ərzində nə qədər pul xərcləyir? Deməli, birinci gün 10 manat xərcləyibsə, növbəti gün ondan 2 manat çox xərcləyib. Eləyib neçə? 12 manat. Və bizdən ilk 2 gün istəyir. İlk 2 günü də yazdıq. Birinci gün 10 manat, ikinci gün oldu 12 manat. İndi deyir, ümumi nə qədər pul xərclədi? Tapmaq üçün onun üstünə 12-ni gəlirik. O da eləyir neçə uşaqlar? 22. Altıncı məsələ. Atam mənə 8 manat verərsə, əgər versə, cibimdə olacaq 10 manat. Deməli, cibimdə nə qədər var? Bilmirəm. Atamdan 8 manat alsam, olacaq 10 manatım. İndi mənim cibimdə nə qədər pul var? Onu tapmaq üçün neyəcək uşaqlar? Məchul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. Yəni, ondan 8-i çıxırıq. Eləyir 2. Deməli, mənim cibimdə 2 manat pul var. Sinifimizə gətirdiyimiz 84 bayrağın 42-sini astıq. Yəni, 84 dənə bayraq asılmalıdır. Bunun 42-sini astıq. 42-si getdi. Asmadığımız bayraq, yəni yerdə qalan bayraq nə qədərdir? 84 dənədən 42-sini həll etmişiksə, yerdə qalanı tapmaq üçün çıxacaq. 4-dən 2. 2, 8-dən 4, 4. Deməli, hələ 42-sini də asmalıyıq. Kitabımdan dünən 13. Bugün 7 səhifə oxudum. 2 gündə neçə səhifə oxudum? 2 gündə istəyirsə, 2 gün bir yerdə cəm olur. Deməli, bunların cəmini tapmalıyıq. 13 üstə gəl 7 bərabərdir 20. Deməli, mən 2 gündə 20 səhifə oxumuşam. 9-cu məsələ. Məhəllədəki A blokunda 48, B blokunda 44 nəfər yaşayır. 2 blokda cəmi neçə nəfər yaşayır? Yenə cəm istəyir uşaqlar. Cəm istəyəndə əlbəttə ki, toplayırıq. 48-in üstünə gəlirik, 44-dür. 8-in üstünə 4, 12, 2 yazdıq. 1 yadda. 4-ün üstünə 4, 8, 1 də yadda 9. Deməli, cəmi 92 nəfər adam yaşayır. Sonuncu sualımız. Sürücü 80 kilometrlik yolun əvvəlcə 32-sini, deməli, yolumuz nə qədərdir? 80. Əvvəlcə 32-sini, sonra 28 kilometrini getdi. Sürücünün neçə kilometr yolu qaldı? Deməli, cibimizdə var 80. Xərcləmişik 32 ilə 28-i. Nə qədər qalıb? Necə tapırıq? 2 həlli məsələ. Əvvəlcə xərclədiklərimizi toplayırıq. Yəni, getdiklərimizi toplayırıq. 32 ilə 28. 2-nin üstünə 8, 10, 0 yazdıq. 1 yadda. 3-ün üstünə 2, 5, 1 də yadda 6. Deməli, 80 var idi, 60'ı gedib. Yerdə qalanı tapmaq üçün neyini uşaqlar? 80-dən 60'ı çıxırıq. O da eləyir
20. Deməli, hələ 20 kilometr yolumuz qalıb. Cavabları da burada aşağıdan qeyd edə bilərsiniz. 20 var, 92 var, sonra burada 22 var, 98 var və digərləri də siz tamamlayarsınız. Bu səhifəmiz əyləncə səhifəsidir. Və burada bu dəfə nə məntiq var, nə sual var. Sadəcə siçanın yolunu tapmaq var. Və bu yol mənim üçün də maraqlıdır. Sizcə siçan hansı yolla getsə pendirə çatar? Gəlin orta yolla gedək. Görək düz gedirik. Bəli. Deməli, siçan orta yolla getsə, gəlib pendirə çatar. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm, bütün tapşırıqları başa düşdük və belə düşünürəm ki, tapşırıqları həvəslə yazırsınız. Sonda da videonu əgər bəyənmisinizsə, bəyənmə düyməsini tıklayırıq.